Öz padşahlığına gələndə yarəm bizi xatırla. Nə bəxtiyardır ruhən yoxsullar, çünki onlarındır səmavi padşahlıq. Nə bəxtiyardır yaslı olanlar, çünki onlar təsəlli tapacaqlar. Nə bəxtiyardır həlim olanlar, çünki onlar yer üzünü irsa alacaqlar. Nə bəxtiyardır salihliyə acıb susayanlar, çünki onlar doyacaqlar. Nə bəxtiyardır mərhəmətli olanlar, çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar, çünki onlar Allahı görəcəklər. Nə bəxtiyardır sülh yaradanlar, çünki onlar Allahın övladları adlanacaqlar. Nə bəxtiyardır salihlik uğrunda təqib edilənlər, çünki onlarındır səmavi padşahlıq. Nə bəxtiyarsınız sizi insanlar mənə görə təhqir edib təqib edəndə, yalan söyləyib hər cür böhtan atanda sizə. Sevinin və şadlanın, çünki səmada böyük bir əvəz verir